Salam hər kəsə, mən Fatimə və bu kanalda özünün inkişafla bağlı videolar paylaşıram. Videoma xoş gəldiniz. Bugünkü mövzumuz zamanın idarəsi haqqındadır və zamanı düzgün şəkildə idarə edə bilməyən və illərlə bundan əziyyət çəkib, sonda bir kitabla həyatını dəyişən bir insandan eşidəcəksiniz bu sözləri. İllərlə və çox uzun bir müddət ətrafımdakı insanlar bunu görürdülər ki, mən hamının yanında ən yavaş olan, hamıdan ən astagəl olan bir kəs olmuşam, hər yerə gecikən bir kəs olmuşam və baxmayaraq ki, bu qədər zamanla bağlı problemləri yaşamışam, artıq özümün ən produktiv insanlardan biri olaraq görürəm. Çünki günümün heç bir saniyəsini puça aparmıram. Düzdür, mən də insanam və heç nəyi daha mükəmməl səviyyədə etmək mümkün deyil. Əlbəttə ki, bizim də harasa gecikəcək vaxtlarımız ola bilər, harasa nəyisə çatdırmayacaq günlərimiz ola bilər. Baxmayaraq ki, biz zamanımızı düzgün şəkildə bölürük, yenə də bunlar ola bilər. Amma bunların nə qədər olur, neçə faiz olur, bu önəmli olan nüans bundan ibarətdir. Ümumiyyətlə, zamanı idarəsi bir elmdir və bu elmə yiyələnmək hər kəsə məsləhətdir. Bu elm, bu bizim təbiətcə astagəl bir insan olmağımızdan və ya təbiətcə cəl bir insan olmağımızdan asılı olmayaraq yiyələnə biləcək və sonradan dəyişdirilə biləcək bir şeydir. Yəni, siz əgər düşünürsünüzsə ki, yox, mən çox astayam, mən tənbələm, mən heç nəyi bacara bilmirəm, günümü düzgün bölə bilmirəm, sizə deyim, çox səhv düşüncədəsiniz. Çünki bunu bu an, bu saniyə dəyişdirə bilərsiniz. Yəni, bu fikirləri ilk növbədə ağlımızdan silmək lazımdır ki, mən bacarmaram. Zamanın idarəsi nəyə görə önəmlidir? Çünki zamanla pulu müqayisə etməyi sevirəm mən. Pulumuzu biz xərcləyirik və xərcləyirik, bir qismini də saxlayırıq. Saxlayırıq ki, sonra xərcləyərəm və ya yığaram. Bugün bu 5 manat saxladım, sabah 10 manat saxladım və bu toplanda 15 manat oldu, düzdür mü? Hər gün artdı mənim pulum. Amma biz əgər bu an, bu zamanı istifadə eləməsək, biz bu zamanı sonra üçün ehtiyatda saxlaya bilmirik. Bizim zamanımız get-gedə artmır. Bizim produktiv keçirdiyimiz və ya keçirmədiyimiz istənilən saniyə bizim ömrümüzdən gedir və sanki onları qızıl qum dənəcikləri adlandırır mənim oxuduğum kitabda. Qızıl qum dənəcikləridir və külək onları sovurur. Siz onları heç cürə yığıb saxlaya bilmirsiniz. Külək gəlir, keçir və onların hamısını aparır ki, bu qızıl qum dənəcikləri də bizim ömrümüzün bir saniyəsidir. Bizim hər səhər əlimizdə 86.400 qızıl qum dənəciyi olur. Hansı ki, bu bir saniyədir. 86.400 saniyəmiz olur. Əslində, bu heç də az vaxt deyil və biz bunu produktiv şəkildə keçirə bilərik. Hər şeydən əvvəl özümüzü və ömrümüzü sevməklə başlamalıyıq ki, əlinizdə olan o qum dənəciklərinin hər birini sevin. Hər birini ayrı-ayrılıqda sevin. Hər saniyəsini, ömrünüzün hər saniyəsini sevin və bunu sevərək yaşayın ki, bunu sevərək də daha lazımlı və daha üstün bir hala gətirə biləsiniz. Həyatımızı sevmək həm də nəyə görə önəmlidir? Çünki insanlar sevdiyi şeylərə diqqətlə yanaşırlar. Bu səbəbdən əgər həyatınıza qarşı daha diqqətli olmaq istəyirsinizsə, onu sevməkdə çox böyük fayda var və siz düşünə bilərsiniz ki, bizim həyatımızda hansısa problemlər baş verir, çünki bu problemlər hansısa böyük səbəbləri var, böyük problemlər böyük səbəblərə görə baş verir. Xeyr, bu heç də elə deyil. Zaten bizim problemlərin çoxu bilirsiniz niyə başımıza gəlir? Çünki biz xırda məqamları görməzdən gəlirik. Ancaq böyüklərə fokuslanırıq və xırda məqamları görməzdən gələrək biz o problemləri yaradırıq. Zaten səbəb buradadır. Bu səbəbdən həyatdakı xırda məqamlara, yəni dəqiqələrə və saatlara yox, saniyələrə fikir vermək lazımdır. Hərəkətin olduğu yerdə zaman var. Yəni siz hərəkət edirsiniz, nəfəs alırsınız. Siz nəfəs almaqla bərabər bir kitab oxuyursunuzsa, yenə də zamanınız gedir. Siz nəfəs almaqla bərabər sadəcə sosial mediada lazımsız videolara baxırsınızsa, yenə də zamanınız gedir. Hərəkət etdiyiniz an zaman gedir. Məhsuldar işləmək. İlk növbədə məhsuldar işləməyin əsas önəmli qaydalarından biri də odur ki, heç nəyi beyninizdə saxlamayın. Ağlınıza gələn hər düşüncəni harasa yazın.
ki beyniniz sizi yormasın. Əgər siz hər şeyi öz beyninizdə saxlasanız, günün sonunda nə edəcəyini bilməyən bir insana çevriləcəksiniz. Çünki o qədər düşüncə olacaq ki, bilməyəcəksiniz ki, hardan başlayaq, hardan bitirək, ümumiyyətlə proses necə keçsin. Bu səbəbdən onları yazmaq çox önəmlidir. Bəs məhsuldar işləmək nə deməkdir? Məhsuldar işləmək buna bənzəyir. Məsələn, sizin bir vedrə suyunuz var. Bu içməli sudur. Sizin bir vedrə suyunuz var və bir stakanınız var. Bu stakanla bu suyu yavaş-yavaş içirsiniz. Bütün hamısını bu suyu içirsiniz və sonda bir susuzluq hissiniz olmur. Yəni zamanınızı düzgün şəkildə idarə edirsiniz. Bütün zamandan səmərəli istifadə edirsiniz. Hamısını istifadə edirsiniz və sonda bir günahkarlıq hissiniz olmur. O susuzluq hissini günahkarlıq hissi ilə bağlayın. Amma produktiv işləməyən, məhsuldar işləməyən insanın günü nəyə bənzəyir? O bir vedrəni götürür və onun hamısını içmək üçün başından yuxarı içir. Belə bir vəziyyətdə o suyun çoxsu hədər gedir, düzdürmü? O onun hamısını içə bilmir və sonda həm susuzluq hissi onda yaranır, yəni günahkarlıq hissi onda yaranır. Həm də zamanını, yəni suyunu boşa xərcləmiş olur və çoxsunu yerə tökür.